Əziz Peyğəmbərimiz belə başlayır sözünə. Nəfəsinə canın fəda olduğu o böyük insan, o qədər nurdular onlar. Allah şahidim olsun, insanların başında imamət postunda oturan o yalançılar, nə bilim o keçmişdən bugünə qədər gələn o xəlifəli sevdası, Harun Rəşidlər, Məmun kimi mürtədlər, nə bilim, o qədər belə sinifə daxil olan şeytanlar var ki, elə işlər gördülər, insanların nur olan imamına etiqadı zəiflədi. Bugün bəzi insanlar var, elə bilir İmam Cəfər Sadiq əleyhissalam da o bugünə qədər gördüyü yalançı imamların bir tayıdır, rəzulullah. Zədələdilər. İmamətin məhfumunu zədələdilər, nurunu zədələdilər. Amma bunun da bir yerə qədər vaxtı var. Peyğəmbərimiz belə buyurur. Kim istəyirsə, Allah onu öz sevdiyinə məhşur eləsin, istədiyi bir şeyi ona çatdırsın, istədiyi bir şeylə onu məhşur eləsin, həmin insan Allahın sevdiyini seçmiş olsun. Sən Allahın sevdiyini seçdikcə öz sevdiyinə də qovuşacaqsan. Sən nə qədər onun seçdiyindən imtina edərək öz sevdiyinə doğru istiqamət aldığını düşünsən də belə heç vaxt qovuşmayacaqsan. Yəni, qovuşturmaq qabiliyyəti, nail olmaq qabiliyyəti nəticə itibarilə Xaliqin bir inayəti deməkdir. Gərəkdir ki, Allah sənə onu lütf eləsin. Gərəkdir ki, Allah onu sənə layiq bilsin. O işi sən bacardığını hiss eləsin, onu sənə qismət eləsin. Deyir, istədiyinə çatmaq üçün istədiyini seçməlisən. Mənası budur. Allahın istəklərini seç, öz istəklərinə çatacaqsan buyurur. Gözəl nəsihət. Amma gəl indi seç də, hə? Gəl bu günahkar canıma başa sal ki, Allahın istəyini seçmək deyə üzərində bir vəzifə var və heç kimin yox, Allahın qarşısında buna borclusan, hesab verəcəksən. Mənim seçdiklərimmi, sənin seçdiklərimmi? Yaradanın istədiklərimi, yoxsa nəfsin öz məhdudiyyətimi? Bundan diqqətli olun ha, dostlar. Bax, inanın mənə, biz çox şeyi nəfsimizin istədiyi kimi eləyirik, elə bilirik ki, Allah üçün etmiş oluruq. Mən öz nəfsimin məhdudiyyətini tanımıram çünki. Elə bilirəm, həqiqət mənim baxışımda gördüyüm kimidir. Xeyr. Haqq və doğruluq sənin beyninin içi deyil, əzizim. O sənin düşüncəndir. Sənin düşüncən sənə aiddir. Başqası üçün nümunə deyil. Egodan xilas olmağın yolları bunlardır. İnsan özünü tanımalıdır. İnsan öz egosunu məğlub ediyəndə Xaliqin nuru başlayır təzahür eləməyə. Sən Allah adına öz istəklərinin arxasıca düşmüsən, heç öz istəyinə qovuşmamış olacaqsan bu heç, nəticədə də itirmiş olacaqsan Allahı seçmədiyin üçün. Peyğəmbərin birinci əxlaqi tövsiyəsi budur. Kim istəyir, Allah onu sevdiyinə məhşur eləsin, sevdiyinə çatdırsın, sevdiyini qovuştursun, buyurur, o da Allahın sevdiklərini seçsin. Allahın sevdikləri nəfsə bəzən ağır gəlir. Bunu qəbul eləyək. Elə hər şey yağbal deyil, ağır gəlir, bəli. Allah istəyir ki, sən, məsələn, səhər yatmayasan. Dur, istəmirəm yatasan. Mən bax, Allah istəyirəm sənin rahatını pozun. Amma bir dəyəri var. Burada nəfsə ağır gəlir. Qazanmısan, yığmısan, indi gəlir deyir ki, yaxşı eləmisən, qazanmısan, yığmısan, oradan bir hissəsi çıxmalıdır. Hər şeyimizə qarışır. Əcəb deyir. Əcəb deyir. Hər şeyimizə qarışır yəni. Buraxmadığı boş yeri yoxdur həyatımızda, qardaşım. Bir yerdə demir ki, ged özün nə istəyirsən bil, yox. Hər şeydə bir hökmü var. Sadəcə bəzisinə vacib edir, bəzisini ixtiyarına buraxır. İxtiyarına buraxdığının da nəticəsini sənə təlim edir. Ziyandırmı, xeyirdirmi, yaxşıdırmı, pisdir. Amma onun soruşmur, çünki bilir də zəifi. Diş yumağı vacib eləsəydi, elə hamımız diş yumamazlıqdan cəhənnəmə gedərdik bəlkə. Düzdürmü? Bəzi şeylər rahat buraxır bizə. Amma hər şeyimizə qarışır.
İnsan nə istəyir? Qarışmayan bir məbud axtarır dünyada. İşimə qarışmayan Allah. Qarışmasın mənim işimə də. Yaratmışsan, bırax da yaşayıram özüm nə istəyirsən. Məndən nə istəyirəm? Qoy özüm istədiyim yerə gedim. Qoy özüm istədiyim kimi yeyim, içim, yatım, durum. Niyə qarışırsan? Niyə imkan vermirsən deyir mənim həyatıma. Peyğəmbər də gəlir, deyir ki, sənin həyatın deyə bir şeyin olmasını sübut elə mənə. Sonra qarışmasına bir eyb tutarsan. Sübut elə görüm, sənin həyatım deyə bir məfhum var. Sənin həyatın ancaq insanlardan seçilmək üçün deyirsən. Bunu özün bilərsən, mən belə eləyirəm. Amma sən elə bilirsən ki, sənin həyatın ondan üz çevirib getdiyin şeydir. Sənin həyatın deyə bir şeyin olduğunun doğruluğunu ispat etmənə, bəli, əgər o zaman ispat etsən ki, bu mənə məxsusdur, bu həyatı mən qazanmışam, bunu özüm kəsb etmişəm, özüm nəfəs almağı özümə qazandırmışam, gözümün nurunu özüm əldə etmişəm. Balama olan sevgimi özüm gedib torpağa əkib, biçib əldə etmişəm. Deyə görün bunların hansı birini sən özün qazanmışsan ki, mənim həyatım deyə bir şey də var. Varmış belə bir şey, mənim həyatım. Mənim həyatım bir yerdə doğrudur. Nə qədər ki, o həyat xaliqə vüslət tapırsa. Kim bunu istəyirsə, Peyğəmbər buyurur, Allahın sevdiyini seçsin. Allahın qəzəbini seçənlərə belə deyir, heç vaxtı kədərdən, qəmdən, qüssədən xilas olmayacaqsınız. O şeyi ki, Allahın istəmədiyini seçirsiniz, o şeyi ki, Allah xoşlamır, yaradan onu bəndəsinə məsləhət bilmir. Nə qədər ki, insan evladı onları seçir, o qədər də qəmdən, qüssədən, ədalətsizlikdən, zülümdən, bu cədvəllə hesabla dərin getdikcə qətildən, böhtandan, ölümdən azad olmayacaqsınız. Hüzün başınızda fırlanacaq. Səbəb, çünki yaradanın istəmədiyini biz seçdik. İndi gəlib ağlayırıq, nəyəsə, fəryad edirik. Edəyək, sözüm onda deyil. Amma bütün bunların hamısı insan elədi bunu. Mələk gəldi, bizi yolumuzu azdırmadı. Peyğəmbər demişdi, itaət eləyin filan Əmirül Müminin Nur vilayətinə. Yolu göstərmişdi, biz eləmədik. İndi də elə şeylər var, indi də doğru ilə yanlış bilinir. Amma əməl eləyən varmı? Yox, hərə öz hədəflərinə, öz məqsədlərinə görə nədənsə istifadə etmiş olur. Ona görə başımızın üstündən qara bulud getməyəcək, buyurur.